Yığılan şəhərinin mərkəzində Abşeron İcra Hakimiyyətinin tam qarşısında 55 kvadrat metrdən ibarət bir otaqdan 2 otağa düzəlmə, normal təmirli, yəni hal-hazırda evdə yaşayış var, kirayə qalır evdə, istəyə görə alıb kirayə də verə bilərsiniz. Kupçalıdır, kupça hazır əldədir. 55 kvadrat metrdən ibarətdir. Bir otaqdan 2 otağa düzəlib, bölgü də çox gözəldir, səliqəli bölgüsü var. Binanın ümumi yeraltı avtodayanacaq var, geniş həyət hissəsi var uşaqların oynaması üçün. Bu hissədə mətbəx nəzərdə tutulub, belə bir mətbəxi var. Görürsünüz mətbəx şəraiti və əşyalar hər biri mənzildə qalır. Tam əşyalı şəkildə satılır. Hal-hazırda qeyd etdiyim kimi mənzildə kirayəşin qalır. İstəyə görə alıb kirayə də verə bilirsiniz. Mənzilin istilik sistemi, kombi sistemidir. Bütün kommunallar fasiləsiz olaraq verilir. Sənəd kupçadır. Qonaq otağı və mətbəxlə tanış olduq. İndi isə keçəcəyik mənzilin digər hissələri ilə tanış olmağa. Öncədən sizə nömrəni qeyd edim. 050 521 41 88 mənim əlaqə nömrəmdir. Buyurub ətraflı məlumat ala bilərsiniz. Keçirik mənzilin tam giriş hissəsinə və ətraflı məlumat verim sizə. Mənzilimizin əsas giriş qapısıdır. Giriş qapıdan daxil olarkən sağda, burada deməli sanuzellər ayrı-ayrılıqda nəzərdə tutulub. Hal-hazırda evdə bir sanuzel istifadə olunur. Yəni bu da hazırdır, təmirlidir. İstəyə görə istifadə edə bilərsiniz. Bu hissədə sanuzel və hamam otağı birlikdədir. Çox gözəl, səliqəli şəkildə və tam təmirli şəkildə və aksesuarlarla təchiz olunmuş formada. Mənzilin döşəməsi parketdir. Gördüyümüz kimi qapıları bağlı qapılardır. Şəxsi istifadə üçün təmir olunmuş mənzildir. Sadəcə hal-hazırda mənzil kirayə verilib. Qonaq otağı və mətbəxi təqdim etdim sizlərə. Burada isə yerləşir yataq otağımız. Baxın, belə bir yataq otağıdır. Otaq ölçüsü normaldır. Binada kommunallar fasiləsiz olaraq verilir. Sənəd kupçadır. Yerləşmə yeri çox gözəldir. Masazır dairəsinə tam yaxın. Abşeron İcra Hakimiyyətinin qarşısı. Ətraflı məlumat almaq üçün YouTube kanalımıza abunə olursunuz. Bizi Instagram və TikTokdan izləmə şansınız var. Satışda əmlaklarınız varsa buyurub bizə müraciət edə bilərsiniz. Biz sizin əmlaklarınızın satışında sizə köməklik göstərə bilirik. Bir daha baxırıq mənzilimizin giriş hissəsinə. Bu hissədə sanuzellər ayrı-ayrılıqdadır. Sadəcə ev sahibi birlikdə bir sanuzeldən istifadə edir. Digərini istifadəsini saxlayıb, amma tam təmirli şəkildədir. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.